Gürcüstanın baş naziri İrakli Qobaxidze bildirib ki, 2008-ci il avqust müharibəsindən sonra radikal anti-Rusiya mövqeyi nümayiş etdirməyən siyasi qüvvələr bunu yalnız Rusiyanın Ukraynaya yenidən hücumundan sonra etməyə başlayıblar. Onun sözlərinə görə o dövrdə hakimiyyətdə olan vahid milli hərəkat nə Rusiyaya qarşı sərt siyasət aparıb, nə də münasibətləri məhdudlaşdırıb. Baş nazir hesab edir ki, bugünkü anti-Rusiya ritorikası səmimi deyil. Bugün Gürcüstan Energetika və Su Təchizatı üzrə Tənzimləmə Komissiyası 24-25 iyul tarixlərində baş vermiş elektrik enerjinin qəfil kəsilməsi ilə bağlı araşdırmanın ilkin nəticələri təqdim olunub. Bildirilir ki, araşdırma davam edir və müxtəlif dövlət qurumları ilə enerji obyektlərindən gözlənilən sənədlər öyrənildikdən sonra yekun nəticə açıqlanacaq. Tbilisi ətraf yolunun tikintisi üçün Gürcüstanla Asiya İnkişaf Bankı arasında 250 milyon dollarlıq kredit sazişi imzalanıb. Layihə çərçivəsində 18 kilometrlik 4 zolaqlı avtomobil yolu tikiləcək. Yeni magistralın paytaxtda nəqliyyatın sıxlığını azaltması və ölkənin tranzit imkanlarını genişləndirilməsi gözlənilir. Vahid Milli Hərəkat sabah keçiriləcək qurultaya hazırlaşır. Hazırlıq fonunda partiya üzvləri arasında qarşılıqlı ithamlar davam edir. Partiyada fikir ayrılıqlarının normal demokratik proses olduğu bildirilsə də, Mikhail Saakashvili İslahatlar Şurasının partiyasız şəxslərdən formalaşdırılmasını təklif edib və Nanuka Jorjolyaninin icraçı katib olmasını istəyib. Hakim komanda isə partiyanın dağılmaq üzrə olduğunu bildirir. Gürcüstan və İspaniya hüquq mühafizə orqanlarının Valensiya şəhərində keçirdiyi birgə əməliyyat zamanı mütəşəkkil cinayətkar qrupunun üzvü olan 3 Gürcüstan vətəndaşı saxlanılıb. Daha bir nəfərin tutulması istiqamətində əməliyyatlar davam edir. Saxlanılanlar mənzil oğruluğu, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkar qrupunun üzvü olmaqda itham olunurlar. Əməliyyat zamanı oğurlanmış əşyalar, küllü miqdarda pul və xüsusi alətlər götürülüb. Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi külli miqdarda dələduzluq və saxtakarlıq faktı üzrə 2 nəfəri saxlayıb. İstintaqa görə Marneuli və Kareli bələdiyyələrinin uşaq bağçalarına mal əti əvəzinə at əti çatdırılıb. Şirkət rəhbərlərinin bu yola dövlət büdcəsinə külli miqdarda ziyan vurduğu bildirilir. Onları 6 ildən 9 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Prokurorluq dövlət işçisinə rüşvət verməyə cəhd edən bir nəfəri saxlayıb. İstintaqa görə sürücülük imtahanı zamanı namizəd imtahanı davam etdirmək üçün imtahan götürən şəxsə pul təklif edib. İmtahançı pulu qəbul etməyib, imtahanın nəticəsini mənfi qiymətləndirib və hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verib. Təqsirləndirilən şəxsi 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. ABŞ prezidenti Donald Trump bildirib ki, liberal olan hər şey çirkli və iyrənc hala gəlir. O, demokratların idarə etdiyi şəhərlərcə yüksək cinayətkarlıq və təmizlik problemlərinə görə tənqid edib. Trumpın sözlərinə görə bu vəziyyət demək olar ki, demokratlara rəhbərlik etdiyi bütün şəhərlərdə müşahidə olunur. Böyük Britaniyada Ukraynanın səfiri Valeri Zaluzhny bildirib ki, Ukraynanın NATO-ya üzv olması yaxın gələcəkdə mümkün görünmür. Onun sözlərinə görə NATO hələ də köhnə hərbi doktrinalarla fəaliyyət göstərir və Ukraynanın alyans standartlarına çatması üçün uzun illər lazımdır. Zaluzhny həmçinin NATO'nun hazırki imkanlarını da tənqid edib. Moskva vilayətinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Bir neçə obyektdə yanğın baş verib, elektrik yarım stansiyası və inzibati bina zədələnib. Hücum nəticəsində Wildberries şirkətinin logistik mərkəzində də yanğın baş verib. Eyni vaxtda Ukraynanın Sumi vilayətində yaşayış binasına endirilən hava zərbəsi nəticəsində 2 azyaşlı həlak olub. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qərb ölkələrini terror fəaliyyətini maliyyələşdirməkdə ittiham edib. Onun sözlərinə görə NATO və Avropa İttifaqı terrorizmə qarşı sıfır dözümlülük siyasəti bəyan etsələr də, indi özləri beynəlxalq terror fəaliyyətinin bir hissəsinə çevriliblər. Bu açıqlama Qara Dəniz sahilindəki kurort bölgəsinə pilotsuz uçuş aparatları ilə hücumundan sonra verilib. Rusiya hadisəyə görə Ukraynanı günahlandırır, Kiyev isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.
İş adamı Besaryon Xardziyaninin işgəncə verilməsi və əmlakının hədə-qorxu ilə ələ keçirilməsi işi üzrə məhkəmə Georgi Udesyani və Aleksandr Muxadzeni təqsirli bilib. Məhkəmə prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edib. İstintaqın məlumatına görə onlar 2011-ci ildə həbsdə olan Xardziyaniyə 2 ay ərzində fiziki və psixoloji təzyiq göstərərək Qustuba ərazisindəki mülkiyyət payından imtina etməyə məcbur ediblər. Nəticədə biznesmen təxminən 4 milyon lari dəyərində əmlakını itirib. Hər iki təqsirləndirilən şəxs 10 il 6 ay azadlıqdan məhrum edilib.